Verilən sualın həllinə baxaq. Bizə bu ifadə verilib, ən sonda A plus C cəmi soruşur. Bu tip suallar görən kimi bu ifadəni bərabər edin əkoba. Bu 2, 5, 3. Əkob nəyə bərabərdir burada? 30. Bu ifadəni bərabər eləyək bir 30 haşa. Aha. Əgər 30 haşdırsa, 2A 30 haşdırsa, 5B 30 haşdırsa, 3C də 30 haşdırsa, buradan biz ABC'ni tapa bilərik. Burada A nəyə bərabər olacaq? 15 haş. B bərabər olacaq 6 haş. C bərabər olacaq 10 haş. Və bu veriləndən istifadə edə bilərik. Bizdə BCA var, düzdürmü? A'dır, B'dir, C'dir. Toplam cəmi nəyə bərabərdir? 62-yə. 15 haş, 6 haş, 10 haş. Bərabərdir 62-yə. Bu eləyəcək 31 haş bərabərdir 62. Buradan haşı tapırıq 2. Aha. Mən əgər haşı tapdımsa, A'nı, B'ni, C'ni tapa bilərəm. Bu zaman A olacaq 30, B olacaq 12, C olacaq deməli 20. Bizdən A plus C-ni soruşur. Və bizdə də A da var, C də var. A plus C olacaq deməli 50. Vəssalam.